Heydər Əliyev Fransaya səfər eləyir 93-cü ilin sonunda. François Mitterrandla görüşür. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, onda ATƏM idi hələ deyəsən, onun sənədini imzalayır. Heydər Əliyev ilk rəsmi səfərini niyə Fransaya etdi? Çox gözəl sualdır, çox sağ ol. Bu inqilabi bir səfər idi. Məni dəvət edilər UNESCO-ya ki, Azərbaycanı UNESCO-ya üzvlüyünə qəbul üçün mən rəsmi iştirak eləməli idim. Mən Heydər Əliyevə dedim. Dedi ki, səfirlə məsləhətləş gör, necədir, sənin getməyinin xeyri nə olacaqdır? Səfir dedi ki, mən danışıb sizə xəbər verirəm. Danışandan sonra xəbər verdi ki, əgər siz nazir olaraq getsəniz, Mitterrand sizi qəbul eləyər. Mən də Heydər Əliyevə dedim ki, belə şans var deyəndə dedi, onda tez yığış, get yenə. Mən getdim. Doğrudan da doğruya Mitterrand məni qəbul elədi. Bu dedi, mən Heydər Əliyevi qiyabi çox yaxşı tanıyıram. Dedi, sizə nə eləmək, nə eləyə bilərəm mən sizə, məndən nə gözləyirsiniz? Dedim, mən istərdim ki, siz Heydər Əliyevlə şəxsən görüşəsiniz. Və Heydər Əliyev sizi dəvət eləyir. Dedi, yox, mən gələ bilmərəm, mən sözü düzəldim. Amma dəvət eləyə bilərəm. Yəni, mənə lazım olan cümləni bu belə dedi. Dedim, onda dəvət eləyin də, dedim. Dedim, nə vaxt? Dedim, belə indi dəvət eləyə bilərsiniz də. Bu, mənim yanımda köməkçini çağırdı. Ona dedi, məktub necə yazılmalıdır. O məktubu yazdı. Məktub yazılana qədər, registrasiya olana qədər mənlə söhbət davam elədi. Mənim yanımda imzaladı. Məktubu da mənə şəxsən verdi. Mən də gəldim, Bakıya gələndə bunu bəyanat elədik mətbuata. Deyəndə ermənilərin başına elə bir daş yağdı. Nüvə partlayışı qədər ki, bunlar əsas bel bağladıqları, əsas ümid yerləri olan ölkə, bu halda ki, bunlar Heydər Əliyevi, Politbüro, KGB generalı kimi qələmə verirlər və istəyirlər ki, dünya bununla kontakta girməsin. Əksinə Fransa bu yolu birinci özü açdı.